Əhalinin orta ömür uzunluğu artır. Pensiya sistemində islahatlar gözlənilir. Bu fikirlər Maliyyə Nazirliyinin 2026-2029-cu illəri əhatə edən sənədində qeyd olunub. Bildirilib ki, hazırda ölkə əhalisinin 69,7%-i əmək qabiliyyətli yaşda, yəni 15-65 yaşda, 9,1% isə 65 və daha yuxarı yaşdadır. Lakin növbəti bir neçə 10 illiklərdə yaşlı əhalinin sayının artması sosial sığorta ödəyicilərinin azalmasına, nəticədə bu maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər. Sənəddəki bu fikirlərdən belə aydın olur ki, əhali yaşlandıqca pensiya yaşı da artırılacaqmı? Mövzu ilə bağlı deputat Vüqar Bayramov bildirib ki, hazırda pensiya yaşının artırılması müzakirə olunmur. Bununla bağlı hansısa layihə təqdim olunmayıb. Bu məsələlər daha uzun müddətli dövr üçün nəzərdə tutulub. Bu dövrdə də əhalinin yaşı, sığorta ödənişləri nəzərə alınmaqla qərarların veriləcəyi gözlənilir. Konkret pensiya yaşının dəyişməsi ilə bağlı isə hər hansı layihə müzakirə olunmayıb.